Bir şey olan kimi bir ayın içinde... Ləman, necə bir- soyadın nə gedir sənin? Elə bir cəmat qızından bezib. Vəlizadə Ləman kim qızı? Akşin. Ləman Akşin qızı. Akşin qızı. Eşitdiniz də Təbriz. Vəlizadə Ləman Akşin qızı. Ləman Xalid sənin birinci ailəndir də yəqin ki. Xeyr, xeyr. Xeyr, daha yığıncağa görə soruşuram mən. Sən yeni bir Yo, yola mən vermisiniz. bir dəfə Peki bir dənə... ailəli olmuşam. Yox, Ləmanın birinci ailəsidir. Yox, yox. Onun da daha öncə ailəsi olub da. Yox. Onun Bilirsiniz nəyə görə soruşuram? Bilirsiniz, bir ayın içində tanış olduğu qızı valideynlər değişin olmamış kimi düzüb qoşulub bir dənə yığıncaqla rəsmi nikahsız veriblər ki, apar. Qaynana da narazı ola. Şəkillərdən psixologumuz da dediyi kimi bəllidir də. Mən qızımı vermərəm ona. Adınız nədir xanım sizin? Aygün xanım çox düz deyir ki, o insanın üzündə təbəssüm yoxdur. Mənim sualıma cavab verir də başıma dönür. Bəli. Daha öncə ailəli olub. Yox da onu burada deməyək də yəni. Gizlin bir şeydir. Ayıbdır ailəli olub. Yox, ailəli. istəmirəm. Ay Xalid, bir dəqiqə qulaq Sən Sən adam, baxın, adam Bəlkə şəxsi həyatının müzakirəsini Yox, istəmirsə, bunu biz etməyə Axı ixtiyarımız sən yoxdur. bura gəlib müzakirə Başa eləməyə. düşürəm. Bəs Yəni bizə adam biri var ki, məsələn, Xalid deyir mən açıqam, məni müzakirə eləyin, amma xanımımın həyatında Bəs olan anasının şəxsi şey narazı istəmir. oldu. Onda biz anasını yıxıb sürəyək deyə gəlib oturub burada. Yox. Yox, anamın biz niyə xanımın sürüyürəm Biz ki? sənin icazəsi ananın narazı olmadan olduğu tərəfləri aydınlaşdırmaya çalışırıq da. Ay kim xanım, şəxsi Ayşəniz həyatını xanım. müzakirəsini Onun- istəyirsə, Çox onu eləyə doğru. bilərik. İstəmirsə biz ona susmalıyıq. Zar, mən bir Bu şey buna bizim maraqlıdır. ixtiyarımız çatmır. Onu bilsən Mən nə bir şey istəyir? maraqlıdır. Anaları qınamaq olmaz belə Bir dəqiqə. vəziyyətdə. And olsun, o bilsən nə? Siz Bu qınamayın. oğlan, bu Deyirsən qızla- arvadın yanındadır, deyir Ay mən baba, bir də dəqiqə deyəm. ərim istəyirəm ki, Mən gəlsin bir yanımda sual olsun. vermək istəyirəm. Ailə Əri, yanımda əri gəlmir yanına. Mən yox, mən ailəm deyir ki, mən dədə özüm gün görməmişəm. Mən nə varım, mən yazığım, mən bədbaxt. Mən kim Mikrofonu qınayır, götürürəm. baltalayır, o baltalasın. Bu görə Ləman nə deyir? Ləman, Sən sən özün də bir heç olmasa bir mülayimlik eləyirsən ona qarşı. Neynirsən məsələn? Mikrofonu götür danış.